Salam, hər vaxtınız xeyir olsun. Bugün Abdullah Şaiqin Anabacı hekayəsinin təhlilinə baxacağıq. Qeyd edim ki, əsər 1923-cü ildə qələmə alınmışdır. Məşğələmdən geri dönürdüm. Deməli, məşğələdən geri dönən Abdullah Şaiqin özüdür və burada müəllim kimi geri dönürmüş. Yəni, burada şagird deyildim, müəllim idim. Gecə yağış yağmışdı və həmin o yağışın yağmasına görə gölməçələr yaranmışdı səhər yollarda. Deyir, mən o gölməçələrin yaratdığı ensiz bir səki ilə gedirdim, səki ilə gedirmiş. Bu vaxt qarşısına bir qadın çıxır və bu qadın da zahiri cəhətdən təsvir olunur. Yamaqlı bir çarşaba bürünmüş bir qadın idi. 60 yaşlarında olan bu qadın, bu müəllifin ilkin, yəni düşüncəsidir. 60 yaşında deyir olan bu qadın, çarşab altından damarları görünən sümüklü əli ilə mənə bir kağız parçasını uzadır. Hətta əlinin təsvirinə də yer verilir. Kağız uzadır. Deyir ki, bu kağızı oxu, gör kimə çatacaq. Deməli, anabacını maraqlandıran sual nə idi? Kimə çatacağı. Bu sözləri deyir elə bir yanıqlı formada deyir ki, hətta müəllif bunu duyur içində. Deyir, ürəyimdə hiss etdiyim ağrıdan bütün vücudum titrədi. Gözlərim dərhal deyir onun gözlərinə dikildi, qadının gözlərinə. Ruhunun, qəlbinin iki dumanlı pəncərəsi olan o donuq, sönük gözləri 60 illik səfil həyatının acılı, fırtınalı tarixindən nələr söyləmirdi. Deməli, onun gözlərində olan o kədəri, intizarı müəllif duymuş olur. 60 xəzanın şahidi olan o şikayətçi gözlər. Gözləri necə adlandırdı? Şikayətçi gözlər. Gözlər deyir, həyatının uçurumlu, tikanlı yollarında yıxıla süründüyü zaman ona daş qəlbi ilə laqeyd baxan milyonlarla gözlərdən nələr anlatmırdı. Baxın, ilk baxışdan kiməsə baxarıq onun gözlərindən nəyisə sezmək var idi. Deməli, Həmzə qolunda, orada da Həmzəyə baxır dəlilər, deyir ki, gözləri, dəlilər belə hiss edir. Gözləri Üçtəpə sağsağanının gözləri kimi qayır-qayır qaynayır. Və yaxud da Niftalının atası Mürşidin gözlərinə baxır, onun heç də yaxşı adam olmadığını anlamış olur. Mənə uzatmış olduğu özü qədər solğun sarı kağız parçasını alıb oxudum. Deməli, burada bir düz mütənasibilik təşkil edilmiş olur. Qadın özü solğun idi və uzatdığı vərəq də solğundu. Sarı kağız parçası və alır oxuyur müəllif onu. Ata-baba, qulu-oğlu, 6 baş ailə sahibidir. Deməli, cəmi bircə dənə cümlə yazılıb həmin və kağızı deyir, onu uzatdım, soruşdum ki, ata-baba kimdir? Deməli, müəllif də maraqlanır ki, Abdullah Şaiq, ata-baba kimdir? Məlum olur ki, bu qadının oğludur. Bu dəfəki səsində bir dirilik, ümid əsəri var idi. Çünki elə bilir ki, işi alınacaq ona görə. Siması deyir, başqa bir rəngi aldı, başqa bir şəkil aldı. Yenə də əvvəlki tərzdə soruşur ki, kimə çatacaq? Sən onu oxu. Anabacını bu məktubda maraqlandıran məqam kimə çatacağı idi. Və məlum olur ki, ata-babanın, anasının adı Anabacıdır. Yəni, əsərin ümumi məzmununa uyğun deyirəm. Atasının adı Quludur. Deməli, həm atasının, həm anasının adı bizə məlumdur. Nənə, o xüsusda deyir, bir şey yazılmamışdır. Deməli, bunlar arasında olan o yaş həddini də bilirik ki, artıq nənə deyə müraciət edir. Çox yaşlı görünürdü. Anabacı. Qadının qolları ümidsiz halda deyir, yanına düşdü, Allah əkbər dedi və onun dilindən belə bir ifadə keçir. Musa dayının da dilindən var idi belə cümlə. Nayman ananın dilindən də la ilahə illallah kəlməsi səslənirdi. Səhər tezdən Ağmayanı deməli minəndə o sözü demiş olur. Və bir həftədir deyir, bu kağızı yazdır, başa çıxa bilmirəm. Bir həftədir deməli, qadın bu kağızın ardınca-ymış. Ruhunu sızladan həmin həzin çırpıntılara, qəlbini inlədən dərin yaralara tərcüman olmayan bu kağız parçasını iki barmağı arasında deyir, sıxdı və çaşqın halda deyir ki, bəs mən nə idim? Baxın, bu sualı ritorik olaraq verir və müəllif bu sualı duymuş olur, eşidir bu sualı. Bəs mən nə idim? Yəni, ümumiyyətlə sual belə deyək də, nəticəsiz qalır. Bu da yanlışdır. Müəllif bu sualı eşidir və ona bir çarə olaraq deyir ki, gəl bizə gedək. Bunu deyir. Səfalətin canlı bir heykəli olan o qarının almış olduğu vəziyyət məni çaşdırdı, müəllifi çaşdırır. Ona baxaraq düşünürdüm ki, deyir, bu sualı görəsən nə qədər təkrar edib, neçə dəfə deyir, təkrar etmişdi ömrü boyu. Bu zavallı qarı 60 illik ömrünün acı fəlsəfəsinin xülasəsi olan o ifadə. Deməli, sanki bəs mən nə idim ifadəsi onun bütün 60 ilini özündə əks etdirir və xülasəyə çevrilir. Yəni, bircə kəlmə söz. Neçə dəfə bu dumanlı və qaranlıq sual cavabsız qalaraq ürəyinin dərin güşələrinə gömülmüşdü. Yəni, bəs mən nə idim sualı. Neçə dəfə deyir, bu kar və dilsiz mühitdən, kar və dilsiz epitet yaranıb. Bu acı suala deyir, cavab ala bilməmişdi. Tərəddüdlü halda dayanır və deyir ki, gəl bizə gedək. Sənə istədiyin kağızı yazaram. Bərabər gəlirlər evə.
Əsərdə deməli 2 dəfə sırf məktubla bağlı ana-bacının onlara gəldiyi vurğulanır. Ondan sonra da məktubdan əlavə hədiyyə gətirmişdi. Anamla dərdləşdi. Deməli ana-bacı birinci gəlişdə müəllifin anası ilə dərdləşir. Ta uşaqlıqdan bəri onu ağır yumruqları ilə əzən, dərdlərini, fəlakətlərini bir-bir danışır və ah çəkir. Deməli uşaqlıq haqqında danışır burada, anası ilə dərdləşir və ana-bacı haqqında, onun ailəsi haqqında bəzi məqamlar da müəllifə məlum olur. Deyir ki, mənim oğlum vağzalda qulluq eləyir, hətta əli ilə də belə göstərilmiş həmin tərəfləri. Orada bir məktəb var imiş və orada oxuyur. Oğlan həm oxuyurdu, həm də işləyirmiş orada. Yaz ki, mənim oğlumun heç kəsi yoxdur. Mən 2 qızımı, diqqətli olun, kimləri saxlayır? Mən 2 qızımı, 2 də nəvəmi saxlayıram. Sənin başın üçün deyir, 3 aydır naxoşdur. Yəni, ata-baba 3 aydır ki, naxoşdur, qızdırır, yatır və bu ərizəni deyir, oraya nə üçün verirsən? Oğlan soruşur. Qulluq versinlər deyə. Təbii ki, ana-bacı məlumatsız idi. Dəqiq bilmir bu ərizədə nə yazılmalıydı. Vağzalda oğlun nə işləyir? Sualına da ana bilmədiyini bildirir. Deyir ki, mən bilmirəm. Bu kağız kimə veriləcək? Naçalnikə. Hansı naçalnik? Onda da qadın susur. Yəni bilmir ki, hansı naçalnikdir. Nənə deyir, naçalnik yoxdur, hansı naçalnikə yazılacaq, onu bilməliyik. Yəni belə bir sükut çökür araya və oğlan təklif edir ki, sən get deyir, oğlundan bunları öyrən. Birinci ərizə kimə yazılacaq, kimə veriləcək? İkinci oğlun nə istəyir və harada istəyir, sabah deyir bunları öyrən gəl, mən bunları yazaram. Ana-bacı da susur, başını deyir aşağı salır və sözüm yoxdur, ancaq bilmirəm deyir. Bu ərizənin başında nə var ki, 10 gündür yazılıb başa getmir, yəni başa çıxılmır. Burada da 10 gün şəklində verilir. Əlindəki köhnəlmiş kağız parçasını göstərərək, bax bunu deyir bir həftə əvvəl sənin kimi bir oğlan yazıb. Deməli, bir həftə əvvəl oğlan yazıb, indi həmin o həftədən də bir 3 gün keçib müəllifə gətirir. Abdullah Şaiqə gətirir, uzadır vərəqi. Nə bilim, sənin kim deyir, bir oğlan yazmışdır. Ömrün uzun olsun, indi deyirsən sabah gəl, eybi yoxdur deyir. Mən indi sabah dəqiq öyrənib bunları gələrəm. O birisi gün evə gəldiyim zaman nənə oturub məni gözləyirdi. Artıq bu dəfə ana-bacı müəllifi gözləyirmiş evdə. Görüşdük, danışdıq, ruhunun ən incə tellərinə toxundum deyir. Və bu dəfə ana-bacı gəncliyindən danışır. Birinci dəfə uşaqlığından danışmış olur, ikinci dəfə də gəncliyindən. Zavallı qarı yaralanmış dişi aslan kimi, baxın təşbih yaradıb, yaralanmış dişi aslan kimi deyir. İnləyərək, əvvəlləri çox dalğın, sonra da get-gedə şirin bir dillə qeyb etmiş olduğu gənclikdən, sevgi və sevinç dolu bahar günlərindən danışmağa başladı. Gəncliyindən burada söz salır. Gülüşüb əylənirlər, müəyyən qədər ab-havası dəyişibmiş ana-bacının. Hətta adını da öyrənirlər. Deməli, adı harda öyrənilmiş olur? İkinci dəfə gəlişdə. Adı ana-bacı idi və qeyd edim ki, ana-bacı prototip obrazdır, eləcə də ümumiləşdirilmiş obrazdır həm də. Çünki ana-bacı özü kimi kasıb və mərd insanları təmsil edir burada. Bir nəfəri ifadə eləmir təkcə. Nəhayət ortalığa yenə ərizə məsələsi düşür və bu dəfə ana-bacı bildirir ki, tamına hər şeyi öyrənib gəlib. Amma elə deyildi. Öyrəndim oğlum deyir, yaz ki, naçalnik oğluma bir kağız verməlidir. Və indi bilmir ki, o nə kağızdır. Deyir, yaz ki, o yoxsuldur, 6 baş adam saxlayır, özü də qızdırma içində yanır. Müəllif də bildirir ki, həmin kağızı naçalnik vermir. Belə, ana-bacı burada təkid edir, deyir, yox, sən yaz ki, naçalnik versin onu. Qolları ümidsiz şəkildə yanıma düşdü, deyir müəllif və bir də anama baxdı. Bir də dönərək deyir, ana-bacını süzür. Müəllif özü də burada ümidsizləşir və o da heyrətlə mənə baxırdı. Və ananın təklifi var. Ana-bacı ilə deyir, get, birbaşa ilə oğlanın özündən öyrən bunları. Ana-bacı sevinir burada. Deyir, hə, üzü gül kimi açılır, ay atana rəhmət, belə yaxşıdır demiş olur. Kiminsə atasına rəhmət oxumaq məsələsi Bolu bəy tərəfindən də olur. O da Koroğlunun atasına rəhmət oxuyur. Nənə eviniz haradadır deyə müəllif soruşur və ikinci küçə var. Ana-bacı yenə əlləri ilə göstərir. Necə ki, oğlunun işlədiyi yeri göstərirdi, qulluq etdiyi yeri və uzaqda deyil bildirir. Deyir ki, çox uzaq deyil. Mən hər gün buralardan keçirəm. Bax, buralardan keçən müəllif deyildi, ana-bacı idi. Xeyli gedəndən sonra gəlib çatırlar onların evinə və evin təsvirinə yer verilir. Kasıb bir daxmaymış, otaq deyir kasıb döşənmişdi, 4-5 şəlpədən ibarət idi. Ana-bacının kənarda bir cəhrəsi dururdu, yun əyirdi burada ana-bacı. Otağın baş tərəfində xəstə oğlu ata-baba yatmışdı və utanır müəyyən qədər. Ata-baba oğlanı görəndə utanır. Qızdırmanın boğucu pəncəsi altında uzun müddətdən bəri əriyib qurumaqda olan gəncin sarı bənzinin yanaq sümükləri deyir çıxmışdı. Çünki neçə vaxtı artıq naxoş vəziyyətdə yatırdı oğlan, 3 aydı. Qalın qara qaşları altında rəngsiz gözləri deyir sönük-sönük parıldayırdı. Oğlanın da gözlərində bir sönüklük var, ananın da gözlərində.
və şikayətçi bir səslə ana-bacı fikir bildirmiş olur. İçəri girən kimi. Ata-baba deyir, başın üçün sənin dediyim kimi demişdim, amma oğlan dedi ki, belə kağız yazılmaz. İndi deyir, gətirmişəm, sən özün de, yazsın. Oğlan da utanır burada və mənə yer göstərir. Baxın, müəllifə yer göstərən ana-bacı deyil, oğlanın özüdür. Görüşürlər, danışırlar və oğlan bildirir ki, 10 gündür, yəni anası gedir, gəlir, bu kağızı yazdıra bilmir. İndi məlum olur ki, kağızda nələr yazılmalıymış əslində. Deyir ki, xəstəliyinə dair ev idarəsindən bir vəsiqə alaraq bir ərizəni xidmət etdiyi idarəyə verib pul və ərzaq istəyirmiş. Yəni bu ərizəni verib pul, ərzaq istəyirmiş ata-baba qarşılığında. Ana-bacının anlada bilmədiyi məsələ bu imiş. Və deyilsə ki, müəllif elə təkcə bu ərizəni yazıb verir. Bu da yanlışdır. Vəsiqəni və ərizəni yazıb verdim. Deməli, 2 kağızı yazıb verilmiş. Razı qalırlar ondan. Evə dönərkən ana-bacı deyir, qızğın dualarla məni qapıya qədər ötürdü. Ana-bacının duaları var. Xəstə oğluna sərf etmək üçün ovucuna pul basır, amma almırdı. Zor güclə deyir, bir təhər verir. Utancaq səslə ana-bacı da deyir ki, yaman gün görməyəsən oğlum, baxın, arzusu duası var. Deyir, vaxt gələr, mən də sənin xəcalətindən çıxaram. Və ayrılırlar. Amma ayrılsalar da müəllif heç vaxt ana-bacını unutmur. Deyir, lakin onun buraxmış olduğu xatirə hələ zehnimdən silinməmiş, qəlbimdə yaşayırdı. Onu hər gün xatırlayırdım. Müəllif ana-bacını hər gün xatırlayırmış. Bu hadisədən 4 ay keçir. Və fikir verin. Birinci dəfə gələndə ana-bacı ilə birlikdə gəlirlər müəllifin evinə. İkinci dəfə müəllif gəlir, görür ki, ana-bacı artıq evdədir. Üçüncü dəfə müəllif evdə olur, ana-bacı gəlir. Deyir, 4 ay keçdi. Müəllif artıq evdə idi. Nədənsə deyir, qəlbimdə məsum qocanı görmək, onunla danışmaq arzusu günü-gündən artırdı. Müəllif deməli bunu istəyirmiş. Məşğələmə gedəndə ya evə dönərkən deyir, yollarda gözləri onu axtarırmış ki, bəlkə görər. Günortadan sonra idi, qapı açıldı, müəllif evdədir və bir də görür ki, ana-bacı içəri girir. O saat yerimdən sıçradım, görüşdük, danışdıq, söhbətimiz çox uzandı, baxın uzun danışırlar burada və çarşablı gəlmişdi yenə ana-bacı. Çarşabın altından bir corab çıxarıb verir ki, bunu sənin üçün toxumuşam. Deməli, hədiyyə verir Əminə kimi, Vaqif dramındakı Əminə kimi. Corabı alıb, yəni o da bildirir ki, nənə deyir, qış gəlib, soyuqlar düşüb, məni unutmamısınız. Yəni təşəkkürünü bildirir müəllif və deyir ki, özüm toxumuşam. Buna görə daha da qiymətli olur müəllif üçün. Özünüz deyir toxuduğunuz üçün buna görə daha da qiymətlidir. Biraz sonra deyir, bu qoca və düşkün qadını əl tutmaq məqsədi ilə yenə pul vermək istəyir. İkinci dəfə yenə pul uzadır və qadın bunu təbii ki almır. Deyir ki, mən bunu sənə satmaq üçün gətirməmişəm. Bunun üçün bazar var. Sənə bəxşiş gətirmişəm. Sanki etdiyi o yaxşılığın əvəzini qadın bu cür, yəni imkanı daxilində bu cür qaytarmaq istəyirdi. O bu sözləri deyərkən gözlərindəki ildırımlar ta qəlbimin deyir içində partlayan kimi oldu. Yoxsul, miskin bildiyim deyir bu qarının bu qədər qəhər və hiddəti qarşısında bir ixtiyar titrədim. Müəllif sanki qorxur qadının bu düşüncələrindən. Təbii ki, bu qorxmaq həqiqi mənada yox, məcazi mənada. Yəni qadının bu cür qürurundan sanki titrəyir. Hər zaman deyir, hüzün, istirabla məni yaralayan bu miskin qadın bu dəfə deyir, məğrurluğu ilə məni qorxutdu. Məğrurluğu ilə qorxutmuş olur. Bir daha üzünə baxdım deyir, məxsus olan qürur rəngi çökür qadının gözlərinə. Gözlərinin baxışı ziyası qəlbinin rahat-rahat döyündüyünü göstərirdi. Heç bir zaman görmədiyim deyir, bu rəng, bu işıq nədən doğmuşdu? Deməli, ana-bacının üzündə bu rəng ilk dəfə idi müəllif tərəfindən görünürdü. Mən indi deyir, yalnız bunu düşünür, bu sirri kəşf etməyə çalışırdım ki, birdən ana-bacının səsi təzədən qulağında eşidilir müəllifin. Deyir, sənə isti köynək toxumaq istəyirdim. Kasıblığın üzü qara olsun, yenə yunum ipim çatmadı. Deməli, gücü çatdığı bu imiş, onu gətirir. Və deyir ki, üzündəki, gözlərindəki o rəng dərhal insafsız bir əl tərəfindən silinmiş kimi oldu. Çöhrəsi rəngdən rəngə girən qadının deyir, bu halları indi mənə daha çox şeyləri xatırladır. Bir çox köhnə dastanları anladırdı. Qadının, yəni etdiyi hərəkəti müəllif hələ də düşünür beynində. Amma onun səsi də qulağında cingildəyir. Köhnə nəslin son qəhrəmanı hesab edir qadını. Deyir, köhnə nəslin son qəhrəmanı olan bu qadın hələ qarşımda oturmuş mənə meydan oxuyurdu. Həm də ata-babadan qalma keçmiş əxlaq və səciyyələrini bütün hal və hərəkətləri ilə mənə anladırdı. Artıq yarım əsrin əvvəlin canlı tarixi olan bu qadın. Qadını kimə, nəyə bənzətdi? Yarım əsr əvvəlin canlı tarixi olan birinə. Deyir, nəzərimdə böyüdü, canlandı bu qadın. Sanki ürəyində fikirləşir bunu müəllif. Yəni ana-bacı demir. Demək istəyir ki, müəllif ana-bacı, yoxsul olsam da qəlbim geniş, ruhum ucadır. Yəni mərddir.
Çox gözəl, bunu mən də deyir etiraf edirəm. Lakin müəllifin düşüncələridir bunlar və müəllif də bu sualı qadına ünvanlamır. Ey yüksək qadın deyir, söylə, 60 illik səfil bir həyatın sənə yükləmiş olduğu ağır yüklər belini bükmüş, gözlərinin nurunu almış, dizlərini taqətsiz etmiş olsa da, necə olub ki, qəlbinə, ruhuna toxunmamışdır? Sən mənə bunu anlat. Baxın, belə bir sualı müəllif içində duyur, anladır. Burada da bir təzada yer verilib. Yəni, bu 60 ilin əzabı, əziyyəti qadını zahiri olaraq yıxmışdı, amma daxilinə təsir etməmişdi. Bunu göstərir. Əsər epik növdə yazılıb, hekayə janrındadır, təhkiyə aparıcıdır və əsərin, hekayənin yazılması ilə bağlı belə bir məqam da var. Müəllifin oğlu, yəni Kamal Talıbzadə, Abdullah Şaiqin oğlu, ədəbiyyatşünas da tanınmış alimdir və o danışırmış ki, bizim evə gəlib gedən nənəm Mehri xanımla dostluq edən Nənə xanım adlı qoca bir qadın var imiş, həmişə o çarşaba bürünmüş vəziyyətdə gəzərdi. Onunla atam deyir, təsadüfən yolda rastlaşmışdı və bir xahişini yerinə yetirmək üçün kimsəsiz qocanın evinə getmiş və uçurum qarşısında duran bir ailəni fəlakətdən xilas etmişdi. Deməli, hekayə real hadisələr əsasında yazılmışdır. Müəllif ana-bacını realdan tanıyırdı və hadisələr birinci şəxsin dilindən verilir. Eyni ilə Azad hekayəsində olduğu kimi. Orada da Fərdanın dilindən danışılmış olur. Hadisənin yazılma səbəbi var. Digər məqamları da biz təhlil zamanı qeyd elədik. Ümid edirəm ki, təhlil sizlər üçün faydalı olacaq. Sizinlə mən idim, Aytaç müəllimə. Diqqətinizə görə təşəkkür edirəm.